Bismillahirrahmanirrahim. Rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir, misvakdan istifadə edin. Onun 10 xüsusiyyəti var. Ağzı təmizləyir, Allahı razı salır, şeytanı qəzəbləndirir, Ər-Rəhmən və mələklər onu sevir, damaqları möhkəmləndirir, bəlğəmi aradan qaldırır, ağızda gözəl qoxu yaradır, acılığı məhv edir, görmə qabiliyyətini gücləndirir, ağızdan xoşagəlməz qoxunu aparır və bu sünnədən sayılır. Əbu Bakr Sıddiq radiyallahu anhu deyir ki, əgər Allah kiməsə 10 xüsusiyyət vermiş olarsa, həmin şəxs hər növ kədər və bədbəxtlikdən yaxa qurtarmış olar və o, Allaha yaxın və müttəqi olan şəxslərin dərəcələrinə yüksələr. Qənaətçil qəlblə birgə daimi düzgünlük, daimi şükürlə birgə olan kamil səbir, zühdlə birgə olan daimi kasıblıq, ac qarınla birgə olan daimi düşüncə, daimi qorxu ilə birgə olan kədər, daimi çalışqanlıqla birgə olan təvazökar bədən, mərhəmətlə birgə daimi xoş rəftar, həya ilə birgə olan daimi sevgi, daimi anlamaq ilə olan elm, sabit ağılla birgə olan daimi iman. Ömər radiyallahu anhu deyir ki, 10 şey olmadan 10 şey düzəlməz. Qorxu olmadan ağıl, elm olmadan fəzilət, qorxusuz qələbə, adillik olmadan hökmranlıq, ədəb olmadan hörmət olmaz. Əminamanlıq olmadan sevinc də olmaz. Təvazökarlıq olmadan ucalmaq olmaz və müvəffəqiyyət olmadan cihad olmaz. Osman radiyallahu anhu deyir ki, ən pis hallar 10'dur. Haqqında soruşulmayan alim, əməl olunmayan elm, qəbul olunmayan doğru rəy, istifadə olunmayan silah, içərisində namaz qılınmayan məscid, oxunulmayan Quran, xeyrə xərclənməyən pul, minilməyən at, dünya sevər şəxsdə olan zühd elmi, uzaq səfər üçün lazımı tədarük görülmədən yaşanılan həyat. Əli radiyallahu anhu deyir ki, ən yaxşı elm mirasdır, ən yaxşı xüsusiyyət ədəb-ərkandır, ən yaxşı əmtə ibadətdir, ən yaxşı başçı yaxşı əməllərdir, ən yaxşı həmkar gözəl əxlaqdır, ən yaxşı vəzir düzgün olmaqdır, ən yaxşı var-dövlət qənaətdir, ən yaxşı kömək müvəffəqiyyətdir və ən yaxşı tərbiyəçi ölümdür. Bəzi müdrik adamlar deyiblər ki, uca Allah 10 şəxsdə 10 xüsusiyyətin olmasını sevməz. Varlının paxıl olmasını, kasıbın təkəbbürlü olmasını, alimin tamahkar olmasını, qadının həyasız olmasını, yaşlının dünyanı sevməsini, cavanın tənbəl olmasını, hökümdarın zalım olmasını, döyüşçünün qorxaq olmasını, zahidin özünü bəyənməsini və abidin riyakar olmasını sevməz. Bəzi hikmət sahibləri deyiblər ki, 10 şeyi 10 yerdə axtardım, başqa 10 yerdə tapdım. Ucalığımı lovğalıqda axtardım, təvazökarlıqda tapdım. İbadəti namazda axtardım, təqvada tapdım. Rahatlığı hərislikdə axtardım, zahidlikdə tapdım. Qəlbin nurunu gündüz vaxtı qılınan namazlarda axtardım, gecə qılınan namazlarda tapdım. Qiyamətin nurunu yaxşılıq və səxavətdə axtardım, susuzluq və orucda tapdım. Sirat körpüsünü keçməyi qurban kəsməkdə axtardım, sədəqədə tapdım. Cəhənnəm odundan xilas olmağın yolunu mübah əməllərdə axtardım, şəhvətləri tərk etməkdə tapdım. Dünyada uca Allahı sevməyin yolunu axtardım, Allahı zikr etməkdə tapdım. Toplumlardan salamatlıq axtardım, təklikdə tapdım. Qəlbin nurunu moizələrdə və Quran oxumaqda axtardım, təfəkkürdə və ağlamaqda tapdım. İbrahim İbn Ədhəm rahiməhullah uca Allahın mənə dua edin, mən də sizə cavab verim ayəsi barəsində soruşdular. O dedi, qəlbləriniz 10 şeydən ölür. Siz Allahı tanıyıb onun haqlarını vermirsiniz.
Allahın kitabını oxuyub ona əməl etmirsiniz. İblisə düşmən olduğunu iddia edib onunla dostluq edirsiniz. Peyğəmbər sallallahu aleyhi və səlləmi sevdiyinizi iddia edib onun sünnəsini tərk etdiniz. Cənnəti sevdiyinizi iddia edib onun üçün can atmırsınız. Cəhənnəmdən qorxduğunuzu iddia edib günahlardan çəkinmirsiniz. Ölümün haqq olduğunu bilib ona tədarük görmürsünüz. Öz ayıblarınızı unudub başqalarının ayıblarını arayırsınız. Allahın ruzisini yeyib ona şükür etmirsiniz. Ölülərinizi bastırıb ibrət götürmürsünüz. Velhamdülillahi Rabbil alemin.